Qədir surəsi. Bismillahirrahmanirrahim. Rəhman və rəhim olan Allahın adıyla. İnna ənzəlnahu fi leylətil qədir. Həqiqətən biz Quranı Qədir gecəsində nəzil etdik. Quran bütünlüklə bir dəfəyə feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədir gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədricən birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı. Və ma ədrəkə ma leylətul qədir. Sən nə bilirsən ki, Qədir gecəsi nədir? Leylətul qədr xayrə min əlfi şəhər. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Tənəzzəlül mələkatü və ruhu fiyā bizni Rəbbihim min kulli əmir. O gecə mələklər və ruh Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq, Rəbbinin izni ilə həmin gecədən gələn ilin Qədir gecəsinə dək dünyada baş verəcək hər bir işin təqdir, tənzim və sabit edilməsindən ötürü yerə iner. Salamun hiyyə hətə mətlə'il fəcr. O gecə dan yeri sökülənə qədər həm salamatlıqda və Allahın rəhmətində olur. Və o gecə mələklərin yer üzündəki məsumi və salih bəndələrin salamlayan gecəsidir.